Yaxşı. Başlayaq. Hə, cümlənin, sadə cümlənin var quruluşca növü. Quruluşca növü. Üzr istəyirəm. Cümlənin var quruluşca növü, sadə düzəltmə. Sadə cümlənin var baş üzvlərin iştirakına görə neydi? Baş üzvlərin iştirakına görə. O keçmişdə yazıya ümumi şəxsdə qeyri-ümumi şəxsdə o baş üzvlərin iştirakına görədir. Bir də var məqsəd və intonasiyaya görə növü. Bugün mövzumuz odur. Məqsəd və intonasiyaya görə növü. Hə, demək, bunu, bax, o bir nöqtədə demişdim. Biz cümlə qurarkən məqsədimizdən asıl olaraq cümlə qururuq. Məsələn, mənim məqsədim bilmədiyim bir şey haqqında məlumat almaqdır. Onu məncə sizcə hansı cümləni quraram mən? Sual cümləsini quraram. Mənim məqsədim bildiyim bir şeydir, amma dəqiqləşdirmək istəyirəm. Yenə hansı cümləni quraram? Yenə sual cümləsi quraram. Demək, sual cümləsi iki məqsəddən verilir. Məlumat almaq, məlumatı dəqiqləşdirmək. Yaxşı, mənim məqsədim hər hansı bir şey haqqında məlumat verməkdir. Məlumat, hansı cümləni quraram sizcə? Nəqli cümlə. Nəqli cümlə. Mənim məqsədim keçirdiyim hissləri paylaşmaqdır. Nida cümləsini quraram. Mənim məqsədim tövsiyə eləməkdir, hökm eləməkdir, xahiş eləməkdir. Mən hansı cümlə quraram? Məqsədimdən asılı olaraq cümlə qururum. Və qurduğum cümləyə məqsədimdən asılı olaraq intonasiya seçirəm. Sizcə nida cümləsinin intonasiyasından, əmr cümləsinin intonasiyası eyni ola bilərmi? Təbii ki, xeyr. Nəqli ilə adi intonasiyadır, nəqlidə. Sual cümləsinin intonasiyası xeyr. Demək, bu məqsədimizdən asılıdır. İntonasiyamızdan qurduğumuz cümləmizdə. Ona görə bir cümləni bölürük. Məqsəd və intonasiyaya görə məqsədimizə uyğun olaraq intonasiya seçirik. Yazırıq nəqli cümlə. Sonra marker yaxşı oxunur mu? Görün, uzaqda, axırıncı partada oturanlar. Baxın. Aha, sual cümləsi. Belə bir daha yapacağız. Aha, nəqli, sual, əmr cümləsi və nida cümləsi. Aha, nida cümləsi. Başlayaq nəqli cümlədən. Nəqli cümlə ilə əmr cümləsinin bir ortaq cəhəti var. İkisində də eyni durmuş arasında istifadə edirik. İkisində də nöqtə. Burada da nöqtə, burada da nöqtə. İndi burada nöqtə bilirsiniz budur da. İndi bunu deməyə gərək yoxdur, yenə də qoyulur. Bu işarə iki cümlənin ikisində də qoyulur. Bəs mən nədən seçim ki, nöqtə qoyulan cümlə? Nəqli cümlə yoxsa əmr? Mən bunu necə seçim? Xəbərlə seçirsən. Sənin işin xəbərləndir. Baxırsan, əgər feilin əmr şəkli, demək, əmr yazdım, bunun bir qaladır. Əmr. Aha. Əgər feilin əmr şəklindədirsə, sənin xəbərin. Bu əmr cümləsidir. Əmr şəklindən başqa, yerdə 6 şəkil vardı, digər şəkillər yazıram, qısaca. Digər şəkillər. Digər şəkillər deyirkən, bir yadımıza sal hansıdır? Vacib, arzu, lazım, şərt, xəbər. Xəbər şəkli deyərkən, zaman şəkilçiləri görən kimi xəbər verir. Feilin digər şəkillərini görsən, bil ki, nəqli cümlədir. Əmr şəklini görsən, bil ki, bu əmr cümləsidir. Burada hansı tondan istifadə edirik? Bu düzgün fikir, səhv fikir testlərdə düşür. Adi ton, adi intonasiya. Və nəqli cümlə hansı məqsədlə işlənir? Məlumat vermək, yadda saxlayın. Məlumat vermək. Məlumat arasında məsələn informasiya da var. İnformasiya vermək, məlumat vermək eyni şey. Bu oldu mənim nəqli cümlə. Qutardı, getdi. Çətin bir şey yoxdur. İndi gəldik sual cümləsinə. Sual cümləsi barədə dedim, iki məqsədlə qurulur. Məlumat almaq məqsədi, bir də məlumat dəqiqləşdirmək. Dəqiqləşdirmək. Aha. İndi mən cümlə qurum, baxın, görün, almaq diyorsa dəqiqləşdirmək demək. Məsələn, deyim ki, sənin neçə uşağın var? Bəs desəm ki, sən 2 uşağın var. Gördünüz? Məlumat almaq üçün qurulan sual cümləsi. Mən nəyə vasitəsilə qurdum o sual cümləsini? Sual əvəzli. Sual əvəzli. Yadda sal. Məlumat almaq. Bunu qurmaq üçün mən nədən istifadə edirəm? Sual əvəzlikləri. Əvəzlikləri. Bunu altdan yazın, mənə cümləyə yer qalsın. Sual əvəzlikləri. Aha. Yaddan çıxanlar üçün xatırladım. Sual əvəzi deyərkən söhbət gedir nitq hissələrinin, əsas nitq hissələrinin suallarından.
cümlə əzbərinin suallarından. Onlar hamısı sual əvəzidir. Mən bundan istifadə edirəm. Nəqli cümləni, məsələn, deyirəm, sənin 2 uşağın var. Sənin 2 uşağın var. Bunu intonasiya ilə suala çevirirəm. Sənin 2 uşağın var. Sənin 2 uşağın. Burada nədən istifadə edir? İntonasiyadan. İntonasiya. İntonasiya nə? Sual cümləsinin sonunda qoyduğumuz sual işarəsi ki var. O nəyin göstəricisidir? Sual intonasiyasını göstərsin. İndi sual cümlələri 3 yolla vurulur. 3 yolla. Sual əvəzindən köməklə. Adi intonasiyanın köməklə. Məsələn, əmr cümləsini, nida cümləsini, nəqli cümləni mən intonasiyanı suala çevirə bilərəm. Suala çevirə bilərəm. İntonasiyanın köməklə. Cümlənin içində heç nə yoxdur. Yəni, əlavə vasitələr, sual əvəzliyi yoxdur. Üçüncü vasitə nə olar sizcə? Sual cümləsi, ədat, hər şey, sualı. 1. Sual əvəzliyi. 2. İntonasiya. 3. Sual əvəzliyi. Aha. 3 yolla sual cümləsi qurulur. İlk siz mənə deyin, bu sual ədatını mən məlumat almaq üçün istifadə edirəm, yoxsa məlumat dəqiqləşdirmək üçün? Hansı cümlənin içində ola bilər? Hə? Hər ikisində. Hər ikisində ola bilər. Bəli, ədatı mən bunun içində də işlədə bilərəm. Bu, məsələn, deyirəm, şeiri əzbərlədim. Şeiri əzbərlədim. Nəqli cümlədir. İndi bu intonasiyanı çevirək sual. Şeiri əzbərlədim. İndi gəlin ədat ala bildik. Şeiri əzbərlədim mi? Bir dənə nə atım olar mi? Şeiri əzbərlədim mi? Bunun içində istifadə elədim. İndi gəldik bura. Məsələn, tutaq edirəm, harada yaşayırsan? İndi ora bir dənə bəs qoyaq. Bəs sən harada yaşayırsan? Bəs sən harada yaşayırsan? Məlumat almağın da içində işlədə bilərəm. Məlumat dəqiqləşdirməyi də içində işlədə bilərəm. Bu 3 şeyin bir araya gəldiyi cümləyə biz dedik kompleks sual cümləsi. Kompleks sual cümləsi. O kompleks sözünü yadda saxlayın. Uşaqları demiş onu bulmadan. Komplekt üzlük sırğa dəstəxanda deyilmir, o da komplekt. Yəni komplekt şəkildə bir yerdə. Bayaq yazdığım cümləyə, dediyim cümləyə fikir verin. Bəs, mənim sual ədatım. Bəs sən harada mənim sual əvəzlim. Yaşayırsan. Yaşayırsan. Sual işarəsi qoymuram. Bu da mənim intonasiyam. Bu 1, bu 2, bu da 3. Ədat, əvəzli intonasiya. 3'ü bir arada dedik kompleks sual cümləsi. Və biraz da bəs belə sualı çətinləşdirsək. Desək ki, kompleks sual cümlələri məlumat almaq üçün yoxsa dəqiqləşdirmək. Nə deyirsiniz? Sırf məlumat almaq. Əvəzlik var. Əvəzlik var. Sual əvəzlik olan yerdə yalnız məlumatı almaq. Bu olmasa, sual əvəzlik olmasa dəqiqləşdirmək. Yadda qalar. Aha. Sonra keçdik. İndi bir şey də deyim sizə. Məlumat almaq üçün verdiyim cümləni intonasiya ilə nəqli cümləyə çevirə bilərəm. Məntiqlə. Məlumat almaq üçün qurduğum sual cümləsini intonasiya ilə nəqliyə çevirə bilərəm. Sualı sildim. Bir dənə məntiqlə fikirləşin. Nöqtə qoydum. Mən buna nəqli cümlə deyə bilərəm. Niyə deyə bilmədim? Sual əvəzliyi var. Sən nəqli cümləyə məlumat almaq üçün yox, məlumat dəqiqləşdirmək üçün verilən bu tip sual cümləsini nəqliyə çevirə bilərsən. Aydındır? Məlumat almaq sual əvəzliyi var. Onu nəqliyə çevirə bilmər baxın. Sən yaxşısan. Sən yaxşısan. Sən yaxşısan. Burada sual əvəzliyi yoxdur. Məlumat almaq tarafıydı, amma intonasiya söylədim. Yox, məlumat almaq üçün mən belə verərəm sualı. Sən necəsən? Sən necəsən? Hə. Yaxşısan, mən baxıram ki, halın elə də pis deyil. Sən yaxşısan? Bax, sualı götürüb nöqtə qoy. Sən yaxşısan. Oldu nəqli cümlə. Sual əvəzi olan yerdə nəqli cümləyə çevrilir. Bu ikinci tip sual cümləsi nəqliyə, nəqli sualı, sualı nəqliyə. Söhbət bu cümlələrdən gedir. Bir-birlərinə çevirə bilərəm. Bununla işimiz yoxdur. Buna toxunmur. Fikrim çatıra bildim. Qəşəng. Keçdik nə? Əmr cümləsi.
cümləsi bir dənə şərtli olaraq əmr adını seçmişik. Amma həmişə əmr bildirmirlər. Üstəlik əmr cümləsi intonasiyadan asılı olaraq. Əmr də bildirə bilər, xahiş də bildirə bilər, hətta arzu da bildirə bilər, arzuda. İstəlik, məsləhət, nəsihət, öyüd, plan hamısı bildirə bilər. Bəs biz niyə buna əmr cümləsi deyirik? Çünki mənim xəbərim feilin əmr şəklində. Ona görə şərtli olaraq əmr cümləsi deyirik. İndi bir dənə burada sizi beyninizə nə qarışdıra bilər? Arzu çaları. Arzu. Çünki feilin arzu şəkli burada da var. Arzu intonasiyası burada da var. Mən bunu necə seçim? Bir bunun üstündə gəl nümunələr yazaq. Bir də birinci şəxsə əmr olanda yadda saxlayın. Orada təklif var. Adətən deyirsən, misal üçün, mən gəlim. Sən özünə əmr eləmirsən ki, təklif edirsən. Bir də bu cümlələri uşaqlar, bax bu dördünü də, axırda qərar verər yana, nəqli sual, əmin də, bunları bir-birə çevirmək olur. Amma bir məntiqlə fikirləşin. Əmr cümləsindən nəqli cümləni bir-birə çevirə bilərəmmi? Hə? Niyə çevirə bilmərəm? Çünki gərək dəyişdirmək ki, şəkli dəyişdirmək. Ay, sağ ol. Şəkillər fərq edir. Bax, yadda saxlayın. Yeganə bu iki cümlədir ki, nəqli ilə əmr. Sən al. Nəqli ilə əmr cümləsi bir-birə çevrilmir. Mümkün deyil. Çünki şəkilləri fərqlidir. Gəl o da şəklini dəyişir. Amma əmr cümləsini suala çevirə bilərikmi? Əmri suala çevirə bilərik. Çevirin görün. Mən gəliyim. Aha. O birinci şəxsdir, görürsən? Birinci şəxsdir. Demişsiniz, Löfiyə, məsələn, mən gəliyim. Mən gedim. Bayaq Nərman nə dedi? Dedi, mən gedim. Sən parka Düzüm. Nə? Parka gedəyəsən. Gedəcəksən. Zaman şəkilçisi var, o nəqlidir. O nəqlidir. Sən belə deyə bilərsən. Parka gedək. Bax, əmr cümləsi. Parka gedək. Parka gedək. Əmr cümləsi. Əli. Onu intonasiyada suala çevirə bilərsən. Parka gedək. Amma bir şey də deyim. Sual. Bütün əmr cümlələrini mən sual cümləsinə çevirə bilərəm. Xeyr, çevirə bilmərəm. Bəs bütün əmr cümlələrini mən nidaya çevirə bilərəm. Çevirə bilərəm. Aydındır? Sual intonasiyasını hər daim elə keyfin istədiyi o elə var. Elə cümlə var, əmr cümləsi var. Məsələn, mənim xəbərim ikinci şəxsdədir. Bunu necə suala çevirə bilərsən? Məsələn, tutaq ki, deyirəm, aç, 50 dənə test yaz. Və 50 dənə test yazın. Siz yazın, sən yaz. Bunu necə suala çevirərsən? Olmur. Birinci şəxsin təkində cəmində olur. Amma ikinci şəxsdə olmur. Bəs üçüncü şəxsdə olarsa? Olur. Məsələn, deyirəm, onlar yazsınlar. Deyə bilərəm, onlar yazsınlar. Hələ bu da böyle bilərəm. Onlar yazsınlar mı? O yazsın mı? Deyə bilərəm. Demək, yalnız neçənci şəxsi çevirmək olmalı? İkinci şəxsin təkini, cəmini sual cümləsini çevirmək olmalı. Nəqliyə də ki, ümumiyyətlə çevrilir. İndi iki cümlə yazım, gəlin bura baxaq. Bayaq dedi ne? Biz parka gedək, Əli. Onu yazıram. Parka gedək. Belə bir cümlə. İndi sizcə bu cümlə nəqli cümlədir, yoxsa əmr cümləsi? Əmrdir. Parka gedək, sual olur, əmr olur. Yox, suala çevirməm. Sadəcə deyirəm, ətrafda var elə. Əmrdir, yoxsa nəqli? İkisi də ola bilər. Xəbər neçənci şəxsdədir? Biz gedirik. Yadınıza gəlir feilin şəkillərini keçəndə demişdik ki, birinci şəxs cəm, o biz məsələsi. Birinci şəxs cəmdə olan şəkli həm arzu, həm əmr şəklində düşünə bilərəm, düzümü? Əgər mən bunu arzu şəklində götürsəm, bu nəqli cümlədir. Əmr şəklində götürsəm, bu əmr şəklidir. İndi bir məsələ var. İsmail, belə tip cümləni verirlər və variantlara bunu dəyişdirib fərqli olurlar. Necə? Bu cümlənin içine mən iki cür ədat ata bilərəm. Baxın, iki cür ədat yaza bilərəm. Bir var deyərəm, gəl parka gedək. Bir də var deyərəm, kaş parka gedək. Demək, mən bu cümlənin içində əmr ədatından istifadə eləsəm, bu
cümlə necə bir cümlə olur? Bu olur əmr cümləsi. Ardan adından istifadə eləsən, bu olur nəqli keçərsən. Nəqli cümlə. Bunu iki cür təhlil edin. Əgər mən bunu arzu şəkli kimi götürsəm, yəni nəqli cümlə kimi. Sözün kökü get, sait olduğu üçün t-dıya keçib. Aha, A-ə oldu mənim arzu şəklim, bu ki də oldu şəxs. Burada iki şəkil var, arzu şəkli və şəxs şəkli. Əmr şəklində götürsəm, gəl gedək, onda sözün kökü get. Bu bütövlüdür. Bir dənə şəxs şəklisi var burada, bitdi getdi. İndi, əgər bu cümləni verib, səndən sorursan ki, bu cümlə növü kimi nəqli gəlir, nəqlidir yoxsa əmr? Sən baxırsan, cümlənin içində açıqca ədatı veribsə, bunu tapmaq 2 vur 2-dir. Ədata baxıb qərar verir. Budursa deyirəm əmr cümləsi, budursa deyirəm bu nəqli cümlə. Arzu şəklinin nəqli cümlə. Əgər bu iki ədatı vermirsə, ədat yoxdursa, bunu heç kim deyə bilməz. Bunu heç kim deyə bilməz artıq, o cümlə nədir? Nəqlidirmi, əmrdir? Bunu bilə bilmərik. İki cür düşünülən cümlə, iki cür təhlil olunan cümlədir. Fikrim çatdıra bildim. Demək, eyni bir cümləni, elə olsun bu bax, farka gedin. Bu cümlənin sənin səs tonundan asılıdır, gəlin. İntonasiyanı sən onu aqresiyanla deyə bilərsən. Əmr hökmlə deyə bilərsən. Əsəbisən, deyirsən, parka gedək. İndi nəsə əsəbləşirsən, orada nəsə itiribsən, gəlirsən. Bunu xahişlə deyə bilərsən. Xahiş edirəm, parka gedək. Bunu təklif kimi deyə bilərsən. Hə, parka gedək, hava yaxşıdır, parka gedək. Təklif, baxırsan, nə tonundan deyirsən bunu. Sən tonundan asın. Aydın oldu bura, sildik. Bu da oldu bizim əmrimiz. Çətin yoxda çox asan mövzudur. Qaldı nida cümləsi, iki yolla yaranır, iki cür var. Bir köməkçi nitq hissəsi, demək, nidaların köməklə yarananlar. Adicə intonasiya. Bu intonasiya ilə yarananlar, bu elə bir cümlədir ki, bunun üçünü də nəqli cümləyə çevirə bilərəm. Bəzən hətta deyirlər ki, nəqli cümlə özəl bir cümlə deyil. Onları çevirsək nəqli. Belə deyənlər var. Biraz bu cümlələrə fərqi yoxdur. Nəqli, sual, əmr. Bunlara sən biraz hisslərini qat. Emosiyalarını qat. Olsun nida cümləsi. Kim çatdıra bildim? İndi bəzən testlərdə düşür. Baxırsan, eyni cümləni verir. Eyni cümləni. Birinin sonunda nida qoyur, birinin sonunda nöqtə qoyur. Uşaq da bəzən baxır. Hətta bunu vasitəsiz nitqdə deyirlər. Vasitəsiz nitq keçəndə görəcəksiniz. Orada baxırsan, məsələn, o sxem ki var, o sxemin içində, dırnağın içində verilən cümlənin axırında nida aşarısında uşaq ona diqqət eləmir, nöqtə olanı götürür. Ona görə deyirəm ki, yəni özəl bir cümlə deyil bu. Onları intonasiyadan buna çevirirsən. Sual cümləsini nidaya çevirəndə müəllim, mən neyim? Sual işarəsi qoyum, yoxsa nida. İkisini də qoyursan. Birinci sualı qoyursan, sonra, yəni mən bunu buna çevirmişəm, bunu buna çevirməmişəm. Nida qoyur. Köməkçi hissəsi nidaları biz keçdik. Sevinç, kədər, qorxu, təşviş, çağırış, müraciət nidaları, bu hamısını keçmişik. İndi, cümlənin içində müraciət nidasından başqa qeyri nidaları görsən, mən 100% o cümlənin sonunda bu işarəni qoyuram. Amma müraciət nidasında biraz diqqətli olun. Niyə? Müraciət nidası bunların hamısının içində ola bilər. İndi testdə də necə verir? Deyir ki, düzgün fikir, səhv fikir yazır. Deyir ki, köməkçi nitq hissəsi nidadan istifadə olunur cümlədə. Amma sonunda nida işarəsi qoyulmur. Yəni bu düzgün fikirdir, səhv fikirdir. Düzgün fikirdir. Hökmən nida varsa mütləq nida işarəsi qoyulmalıdır deyə bir şey yoxdur. Bəlkə sənin nidan müraciət nidasıdır. Məsələn, nəqli cümlə. Çox deyirəm ki, ay Rəsul. Ay Rəsul, şeiri üzümdən oxu. Şeiri üzümdən oxu. Cümlə növü kimlərdir? Ha? Oxu. Əmr cümləsi elə. Cümlənin içində nə var? Ay, müraciət, çağırışınız var, elə? Çağırışınız. Cümlənin adına nöqtə qoymuşum. Burada hansı emosi var ki?
Deyirəm, ay Rəsul, təklif edirəm. Deyirəm, ay Rəsul, şeir üzündən oxu. Pafos yox, həyəcan yox, agresif, mən hansı hissləri var? Nida qoysaq da o nidaya görə olmayacaq. Yox, buradakı nida var mı? Nida. Əgər nida varsa, bu işarə varsa, mən arxamdan əmr cümləsi deyə bilmərəm. Hədə nida cümləsi var ki, amma ona görə... Buna görə deyil, buna görə deyil. Bu artıq mənim bura hisslər, emosiya qatmışam. Bunu mən adət ondan oxumamalıyım. İndi bundan qabaqki cümlələr nədir? Ona diqqət eləməliyik mətn daxilində. Sevinçli midir, kədərlidirmi, agresivdirmi, hansı emosiyanı qatır, bura hissini qatır? Kim çatıra bildi? Yəni sıradan burada da mən çağırış nidası işlədə bilərəm. Hökmən nida var, cümlə axırına nida işarəsi qoymalıyam deyə bir şey yoxdur. Amma müraciət nidasından başqa, tutulardan başqa, bir yerdə qalan nidanı görsən köməkçi hissəsi, sonda bu işarəni qoyursan. O artıq nidanın köməkliyi ilə yaranır, intonasiyanın yox, nidanın köməkliyi. Fikrim çatıra bildiyim, kim nəyə başa düşməli? Yaşa, mən desəm ki, məsələn, desəm ki, bugün uşaqlara, məsələn, bugün şagirdlərə sınaq işlətməliyəm. Nə cümlədir? Nəqli. İndi onu çevirin suala. Aha, işlətməliyəm. İndi onu çevirin nida cümləsinə. Aha. Onu biraz yadımdan çıxıb ki, bugün sınaq yazdım var, unutmuşam. İndi deyin görüm. Bugün sınaq işlətməliyəm. Bugün sınaq işlətməliyəm. O təşviklə yadımdan çıxıb, çıxartmamışam. Sınaq işlətməliyəm, onun üçün nəyə nidaya? Əmrə çevirə bilərəmmi? Çevirə bilmərəm elə. Çünki nəqli əmrə çevrilir. Nəqli ilə əmrdən başqa hansı bir-birinə çevrilə bilir? Aydın oldu, bircək nəqli əmr. Başlayın görün testlərə. Bəli, gəldim. Biz demək mövzunu keçdik. Sonra da anında arxasınca testlərə başladıq və testləri işləyərkən mən diqqət elədim, şagirdlər hansı sual tiplərində çətinlik çəkdilər. Onunla bağlı istəyirəm bir-iki izahatlar verim, nümunə göstərim. Onu da qeyd edeyim ki, burada unutdum bayaq mən qeyd eləməyi, sonradan qeyd elədim, düzdür, olan sizin videoda düşmədi. Əmr cümlələri bu dördünün içində yeganə cümlədir ki, ismi xəbərli ola bilmir. Çünki əmr cümləsinin xəbəri biz dedik ki, feilin əmr şəklində olmalıdır. Məntiqlə demək ki, o ismi xəbəri ola bilməz. İndi bunu da nəzərə alın testləri işləyərkən. Bir də belə bir sual var, deyir, hansı nümunələri məqsəd və intonasiyaya görə cümlənin bütün növlərində işlətmək mümkündür? Yəni, hansı cümləni biz intonasiyadan asılı olaraq həm nəqli, sual, əmr, nida dördünə də çevirə bilərəm, dördündə də başa düşə bilərəm. Və yazıqlar ki, cümlənin sonunda durğu işarəsi buraxılmışdır. Bunu məqsədli şəkildə ediblər. Birinci cümləyə baxaq. Uşaqları körpüdən ehtiyatla keçir. Bu cümləni, bu nidadır, sualdır, bunlar asan məsələdir. Biz burada əsas nəyə diqqət edirik? Nəqli cümlənin əmr cümləsinə. Elə bir cümlə ola bilərmi ki, yəni ki, biz bunu əmri nəqliyə dedik, çevirmək olmaz, nəqlini əmrə çevirmək olmaz. Bu tip cümlələrdə bu baş verə bilər. Necə? Uşaqları körpüdən ehtiyatla keçir, mən bu cümləni iki cür başa düşə bilərəm. Əgər desəm ki, sən uşaqları körpüdən ehtiyatla keçir, sən keçir desəm, bu olur əmr cümləsi. Məsələ burasındadır ki, burada nüqtadanı vermir. Sən sözü yoxdur. Ona görə bu cümləni iki cür intonasiyadan oxuya bilərəm. Mən bunu belə də oxuya bilərəm. Yəni, onun uşaqları, yəni xəyalən ora onun əlavə edərəm, onun uşaqları körpüdən ehtiyatla keçir. İndi keçir, hazırda keçir. Bu olur indiki zaman. Mən bunu indiki zaman kimi başa düşsəm, olur nəqli cümlə. Mən bunu ikinci şəxs kimi başa düşsəm, sən keçir desəm, nüqtadan ikinci şəxs götürsəm, onda bu olur əmr cümləsi. Demək, bu cümləni məqsəddən və intonasiyadan asılı olaraq cümlənin sonunda mən müxtəlif nöqtə də qoya bilərəm, əmr kimi, nəqli də qoya bilərəm, əmr kimi. Üzr istəyirəm. Nöqtəni hər iki məqsəddən qoya bilərəm. Həm nəqli cümlə, həm əmr cümləsi.
Üzr istəyirəm, saat 9-da artıq saat 8-dən danışıram. Artıq məndə də baxırsınız bir səhvə yol verirəm. Sonra keçdik. Qoy var olsun elin varı. Qoy var olsun. Burada qoy əmr ədatı var. Və mənim xəbərim var olsun. Bunu ikinci mənada mən başa düşə bilmərəm. Feilin sadəcə bir şəklində düşünülə bilər. O da əmr şəkli. Demək bu cümləni mən nəqli cümləyə çevirə bilmərəm. Keçdik üçüncüyə. Paltarlar quruduqdan sonra hamısını ütülədin. İndi burada mən xəbər budur, ütülədin. Bunu mən mübtədanı ikinci şəxs götürsəm, xəyalən mübtəda ikinci şəxs qoysam, sən paltarlar quruduqdan sonra hamısını ütülədin, keçmiş zamanda. Sən ütülədin. Bu olur nəqli cümlə. Əgər mən xəyalən bura siz mübtədası artırsam, siz paltarlar quruduqdan sonra hamısını ütülədin, siz ütülədin. Belə desəm, bu olur əmr şəkli. Yəni, bu cümlənin sonunda mən nöqtə qoyacağam və bunu iki məqsədlə qoya bilərəm. Mən bunu iki tonla, iki intonasiyadan oxuya bilərəm. Həm əmr intonasiyasından hökmlə, həm də sadəcə məlumat vermək üçün. Sən ütülədin. Bu cümləni demək mən həmin nəqli kimi başa düşə bilərəm. Səs tonumla başa düşməkdən əlavə də mən bunu səs tonumla bu cümləni əmr cümləsi kimi də deyə bilərəm. Səs tonundan istifadə edərək mən bunu nəqli cümlə kimi də deyə bilərəm. Və mən bunu sual cümləsinə də çevirə bilərəm. Baxın, paltarlar quruduqdan sonra hamısını ütülədin, soruşa bilərəm. Və mən bunu sevinç nidasından da, yəni paltarları sən ütülədin, halal olsunsa işim bitdi. Bunu nida cümləsinə də çevirə bilərəm. Dördüncü, bu aktyorların həyatı və yaradıcılığı ilə tanış olun. Tanış olun, siz tanış olun. Bunu başqa cür düşünə bilmərəm. O yüzden bu yalnız əmr cümləsi gedir. Maşınlar körpüdən sürətlə keçir. Maşınlar keçir. Bunu əmr cümləsində maşınlar keçir deyə bilmərəm. Əgər olsaydı maşınları keçir, onda əmr olardı. Bu ancaq və ancaq nəqli cümlə kimi düşünülə bilər. O tonla oxunula bilər. Başqa cür mümkün deyil. Burada bizim cavabımız oldu 1. Yəni cümlənin məqsəd və intonasiyaya görə 4 növündə də işlədə bilərəm. Uşaqları ehtiyatla keçir, sən keçir və ya deyirəm ki, onun uşaqları keçir. 2 cür başa düşə bilərəm. Sonra paltarları quruduqdan sonra hamısını sən ütülədin, siz ütülədin. Bunu götürürəm. Cavab oldu 1, 3. 1, 3. Ümumiyyətlə, yadda saxlayın, həmişə 2 cür başa düşülən cümlə 2 cür təhlil olunur. Ümumiyyətlə, sözlərdə də belədir, o tərkibə görə təhlil edəndə. Hansı söz 2 cür başa düşülürsə, demək onun 2 cür təhlili var. Burada da 2 cümləni biz 2 cür başa düşə bilirik. Demək ki, biz bunu həm nəqli, həm əmrdə işlədə bilərik. Sonra var idi, buna bənzər bir dənə də var. Buna bənzər bir dənə də var. Görüm, testi tapa bilsəm. 29-cu test. Eyni şərtdir. Gəlin buna da baxaq. Hansı nümunənin məqsəd və intonasiyaya görə cümlənin bütün növlərində işlətmək mümkündür? Yenə hansı cümlə 2 məna verirsə, 2 cür başa düşə biliriksə, onu götürürük. Cümlələr bunlardır. Durğu şairlərini buraxıblar. Yenilikləri sən də öyrənməlisən. Mübtədanı açıq şəkildə verib sən öyrənməlisən. Bu, artıq bunu ikinci cür başa düşə bilmərik. Bu nəqli cümlədir. Çünki xəbər vacib şəklindədir. Malı məli var. B də yaşayış məntəqəsində qarlı şaxtalı havalar 7 ay davam edir. Bunu başqa ikinci cür mən düşünə bilmərəm. Yəni, mən bunu əmrdə düşünə bilmərəm. Suala, nidaya asanlıqla çevirmək olur. Əsas məsələ bunu əmrdə qəbul edə bilərikmi? Əmr cümləsi kimi işlətmək olarmı? Söhbət bundan gedir. C-də deyir ki, gəlin birlikdə yaşıl dünya ilə tanış olaq. Baxın, burada əgər gəlin olmasaydı, gəlin əmr ədatıdır. Əmr ədatını açıqca verməsəydi, biz bu cümləni 2 cür başa düşə bilərdik. Birlikdə yaşıl dünya ilə tanış olaq. Birinci şəxsin cəmi 2 cür təhlil olunan feildir. Tanış olaq. Mən bunu arzu şəklində götürə bilərəm. Mən bunu əmr şəklində götürə bilərəm. Amma burada gəlin ədatını açıqca verib, arzu ədatı, əmr ədatını açıqca verib,
Bu feilin əmr şəklidir. Bunu başqa cür düşünmək olmaz. Keçdik D-yə. Bu hekayələri uşaqlara oxudu. Bu hekayələri uşaqlara oxudu. O oxudu, o oxudu. Bunu başqa cür başa düşə bilmərik ki, ikinci mənası yoxdur. E-yə baxaq. Dünən baş vermiş hadisə haqqında bütün məlumatları qəzetdən oxuyaq. Bax, burada da xəbər birinci şəxsin cəmindədir, biz oxuyaq. İndi maraqlı burasıdır ki, baxın, bu cümlənin içində ədat verməyib. Nə əmr adatı verməyib, nə də azad adı verməyib. Ona görə mən bu cümləni iki cür başa düşə bilərəm. Mən xəyalən kaş oxuyaq da deyə bilərəm, gəlin oxuyaq da deyə bilərəm. Ona görə E variantındakı cümləni mən məqsəd və intonasiyadan asılı olaraq nəqli cümlə kimi də tələffüz edə bilərəm, əmr cümləsi kimi də deyə bilərəm. İntonasiya vasitəsilə mən bunu nidaya və sual cümləsinə çevirə bilərəm. Cavab E variantıdır. Nə sualınız olsa rəqəməsində yazarsınız.